Əminəm ki, bu anı gözləyirdilər. Onu da deyim ki, bu qarşımda istifadə olunan şeylərdən sizlər ayrı-ayrı orada da istifadə edə bilərsiniz. Salam dostlar, bizim Toyğulan kanalından hər kəsə salamlar. Hamını xoş gördük kanalımızda. Dostlar, görmüş olduğunuz kimi bu qab nə idi? Keçən videomda hazırlamışdım toyuqların yumurtlaması üçün və onları xəstəliklərdən qoruyur bu qarşım. Bu qarşım sayəsində həqiqətən toyuqlarınızın yumurta məhsulları 1-ə 5 artacaq və demək olar ki, xəstələnməyəcəklər. Çünki əməlli başlı bu özü həqiqətən də antibiotik bombasıdır. Belə təbii vasitələrdən istifadə edərək toyuqlarınızın qayğısına qala bilərsiniz. Hazırlanma qaydasını bundan əvvəlki videoda sizlərlə paylaşmışam. Bu qarşımdan necə istifadə edirik, onu çəkib göstərmək istəyirəm bu dəfə sizə. Videonun sonuna qədər izləyin dostlar. Abunə olmayanlar xahiş edirəm ki, abunə olsun. Fikirlərinizi rəy bölməsində yazın. Bu həqiqətən də mənim üçün çox vacibdir, çox önəmlidir. Çünki YouTube'da irəli gedirik. Keçən videomuzda çox yaxşı dəstək verdiniz. İnşallah əminəm ki, bu videomuza da yaxşı dəstək verəcəksiniz. Bəyənəcəksiniz, like edəcəksiniz. Rəylərinizi yazın, fikirlərinizi yazın. Rəy fikir yoxdursa, heç olmasa hər hansı bir smiley qoya bilərsiniz. İndidən hər birinizə dərin təşəkkürümü bildirirəm. Bəyənməni də, like-ı da sizlərdən gözləyirəm inşallah. Burada dostlar bildiyiniz kimi soğandan, sarımsaqdan, pul biberdən və sirkədən istifadə etmişdim. Bəziləriniz orada sirkə haqqında müəyyən suallar verib, sirkəni alma sirkəsində istifadə edə bilərsiniz. Evdə hazırlanmış sirkə də istifadə edə bilərsiniz. Hardasa 100 milli, 50 milli civarında baxır qabın ölçüsünə. Mən burada hardasa 150 milli arası sirkə istifadə etdim. Yəni gözə yarı istifadə etdim. Yəni müəyyən bir ölçü vasitəsindən istifadə etməmişdim. Yaxşı olar ki, siz ölçü vasitəsi əgər əlinizin altında varsa istifadə edə bilərsiniz. Mən çox şey yığmaq istəməmişdim ora. Çünki istifadə edirəm, elə istifadə etmişəm əvvəlində, bir problem olmayıb. Ola bilər ki, bəziləriniz yeni istifadə edir. Mən o videoda demişdim ki, yəni 50-100 milli arası məncə heç bir problem olmayacaq. Bu qarşının hazırlanmasına baxmaq istəsəniz, həmin video keçdiyib baxa bilərsiniz. Bundan əvvəlki video idi dostlar. İndi birazdan toyuqlarımı çölə çıxardacağım. Su qablarına bunu əlavə edəcəm. Məsələ nədir? Heç bir su əlavə etməyəcəm. Bunun hamısını bu su qablarına əlavə edəcəm. Görmüş olduğunuz üçün bizim su qablarımız da böyüdü. Ona görə mən belə 10 litrlik bir qab götürmək istədim. Yəni sizdə ola bilər ki, toyuq sayı azdır. Belə istifadə edə bilərsiniz. Yenə deyirəm, qarşımı heç bir suya əlavə etmirəm. Tərtəmiz özün su qablarına əlavə edirəm. İndi biraz mətləbdən uzaqlaşıb sizə bir şeylər göstərmək istəyirəm. Burada bizim qazlar və ördəklərimiz var. Onlar çöldədirlər. Gecə də yağış yağıb, onu da deyim sizə. Biraz öncə buraxmışam. Ördəyimiz burada dostlar. Bilmirəm, görə bilirsiniz yoxsa yox. Yumurtlamaq istəyir. Oturub folluğuna. Səhər maşallah olsun. Bir maşallahınızı alaram dostlar. İndi isə qaydaq videomuza. Əgər balaca bir qabdan istifadə edirsinizsə, yəni 10 litrlik qabı 5 litrlik qabla əvəz edirsinizsə, onda bir soğan, sarımsağın da biraz dişlərinin sayını azaldıb istifadə edə bilərsiniz. 50 milli sirkədən istifadə edə bilərsiniz. Evdə də yenə deyirəm, evdə hazırlanan sirkədən rahatlıqla istifadə edə bilərsiniz. Çünki evdə hazırlanan sirkələr dükan sirkələri ilə eyni olmur. Ona görə mən məcburam ki, 100 milli sirkə tökəm ki, biraz daha effektivliyi yüksək olsun, təsiri daha yaxşı olsun. Dükandan alınma sirkədirsə 100 milliyə yaxın. Yəqin ki, bu qarşım haqqında bütün məlumatları verdim sizə. Ola bilər müəyyən şeylər yadımdan çıxsın. Yeni rəy bölməsində hansısa bir məsələ ilə bağlı problem olsa yaza bilərsiniz. Mən mütləq ki, cavablandırıram. Demək olar ki, bütün rəylərə cavab verirəm. Heç bir rəyi keçmirəm. Sizdən bir xahişim var sadəcə olaraq kanala abunə olun, videonu bəyənin. Fikirlərinizi rəy bölməsində mütləq qaydada qeyd edin. Əgər fikriniz yoxsa yenə deyirəm, hər hansı bir smiley işarəsi qoyub mənə dəstək ola bilərsiniz. İndidən hər birinizə dərin təşəkkürümü bildirirəm. İndi isə dostlar, keçək yavaş-yavaş bu qarşımı su qablarına tökməyə və sonradan da toyuqların yemlərini verək, toyuqlarımızı çölə çıxardaq. Dostlar, qarşımızı su qablarına əlavə etdim və yemlərini də toyuqlarımı qoymuşam artıq. Hər şey hazıram. Səhər yeməklərini indi verəcəm. Bir mövzuya da dostlar toxunmaq istəyirəm. Bayaqlar pul bibərin miqdarını söyləməmişdim. Amma rəylərdə yazanlara yazmışam cavab olaraq 5 çay qaşığı pul biber mən 10 litrlik su qabına yəni əlavə edirəm. İstəsəz, əgər siz də elə hazırlayırsınızsa istifadə edə bilərsiniz. Əgər
su qabını yarı-bayarı azaldırsınızsa 3 çay qaşığı əlavə edə bilərsiniz pul biber. Onu da deyim ki, artıq hava soyuyub, payız özünü yavaş-yavaş hiss etdirməyə başlayır. Bir neçə gün öncə günəşli havalar var idi, artıq yağış yağmağa başlayıb. Yəni bu qarışımları mütləq verin ki, toyuqlarınızın həm yumurta məhsuldarlığı daha yüksək olsun, həm də əlavə olaraq xəstəliklərdən özlərini qoruya bilsinlər. Belə dostlar, artıq toyuqlarımızı biz rahatlıqla çölə buraxa bilərik. Onlar da əminəm ki, bu anı gözləyirdilər. Bu suyu bura əlavə edirik. Onlar da gün ərzində gəlib bundan içəcəklər dostlar. Bu qarışıma heç bir əlavə suyu qarışdırmırıq. İnşallah ki, daha yaxşı olacaqlar bizim toyuqlar. İnşallah ki, işinizə yarayar bu qarışım. İndi digər filmimizdəki toyuqlarımızı da buraxaq. İndi başları yemə qarşı birazdan bizim bu qarışımla da maraqlanacaqlar. Həm rəngi onları maraqlandıracaq. Bildiyiniz kimi toyuqlar hər şeylə maraqlanan heyvanlardılar. Ona görə %100 əminəm ki, suya birazdan yaxınlaşacaqlar. Onu da deyim ki, bu qarışımda istifadə olunan şeylərdən sizlər ayrı-ayrı da istifadə edə bilərsiniz. Pul biberi misal üçün yemlərinə qata bilərsiniz. Sarımsağı da o cümlədən, soğanı da xırda-xırda doğrayıb elə verə bilərsiniz toyuqlarınıza. Sirkəni də sularına. Çünki bunlardan mən çox istifadə etmişəm. Necə istifadə olunur? Əgər istifadə etmək istəsəniz verilmə qaydası rəy bölməsində var. Bir də dostlar, bunu həftədə bir dəfə toyuqlarınıza verin bu qarışımı. Yəni daha effektiv olacaq. Çünki hər dəfə belə qarışımlar verəndə toyuqlar, belə deyim, toyuqlar adi suda içməlidirlər. Ona görə də çalışın həftədə bir dəfə verin və çalışın ki, 2 ayından yuxarı toyuq cüzələrə verin. Çünki tərkibi çox, belə deyim, güclüdür. Balaca biraz cücələrə, 1 aylıq cücələrə biraz mənfi təsir göstərə bilər. Yandıra bilər iç orqanlarını. Ona görə də çalışın ki, 2 ayından yuxarı toyuq cüzələrinizə verəsiniz. Ördəklərə, hündüşkalara, qazlara verməkdə də heç bir problem yoxdur. Hündüşkaları mütləq verin. Çünki mən hündüşka saxlasaydım mütləq ki, verəcəkdim. Qaz, ördək bizim üçün, yəni orada da görürsünüz, yəni immunitetləri o qədər güclüdür ki, onlara verməyə məncə mən ehtiyac duymadım. Ona görə də toyuqlara mütləq qaydada verirəm. Məndə biraz artıq qalıb. İndi burada bitirəndən sonra özüm tam doldurmadım. Çünki çirkləndirəcəklər, üzəri biraz açıqdır. Çirkləndirəndən sonra dəyişəcəm. Dəyişəndə də həmin o qalan suyumuzu da əlavə edəcəm. Yəni o suyu mən bir günə verəcəm bunlara. Keçən videomuzda bir neçə rəy də var idi ki, yəni normaldır əslində toyuqların. Onların mən fikirlərlə razıyam. Toyuqların bu aralar yumurta məhsuldarlığının aşağı düşməyi. Çünki məndə də var idi, müəyyən toyuqlar tüklərini tökmüşdülər. Amma belə qarışımlar verəndə onlar özlərini daha tez toparlayırlar. Yəni biraz tezləşdiririk, daha onlara kömək etmiş oluruq. Dostlar, toyuqlarıma da yem olaraq qara un verirəm. Qara unu biraz su ilə qarışdırıb umaç formasında veririk toyuqlarımıza. Yemə o qədər başları qarışıb ki, su ilə maraqlanan yoxdur. Yemdən başları ayılandan sonra artıq yavaş-yavaş içməyə başlayırlar dostlar sularında. Videonu artıq burada yekunlaşdırıram. Hər birinizə dərin təşəkkürümü bildirirəm. İnşallah yeni videolarda görüşənə qədər dostlar. Abunə deyilsinizsə abunə olun, dəstəklərinizi verin. İnşallah yeni videolarda görüşənə qədər sağ olun, salamat qalın. Allah'a emanet olun. Hələlik.